Bundan sonra başqa hədis gəlir. Bu hədisin mövzusu südəmər oğlanın, yəni oğlan uşağı ilə qız uşağının sidiyi necə təmizlənməlidir? Südəmər oğlan uşağı ilə qız uşağının sidiyi əgər bir yerə düşərsə, paltara düşərsə, o necə təmizlənməlidir? Ən Əbi Səmh radiyallahu anhu qalən Nəbiyyə sallallahu aleyhi və səlləm yuğsəlu min bəvlil cəriyyəti və yuraşşu min bəvlil guləm əxrəcəhu Əbu Davud və Nəsai və sahəhul hakim. Əbu Səmh radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Cariyənin sidiyi yuyulur, oğlan uşağının sidiyinə isə su tökülür. Yəni burada qəsd olunan, əgər sidik hər hansı bir yerə bulaşarsa, onun təmizlənməsi forması barədədir. Yəni necə təmizlənir? Hədisin ravisi Əbu Səmhdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin qulu olub deyirlər və həmçinin də deyirlər ki, alimlər Peyğəmbər sallallahu aleyhi və səlləmin xidmətçisi olub. Adı deyilənə görə İyəd olub, İyəd. Peyğəmbər sallallahu aleyhi və səlləmlə yalnız bir hədis rəvayət edib. O da bu hədisdir. Və bu hədisi də ondan Muhill ibn Xalifə Ət-Tai rəvayət edib. İbn Abdülbər rahiməhullah İstiab kitabında deyir ki, İnnehu dallə və la yudra eynə mətə. Deyir ki, Əbu Səmh radiyallahu anhu sonra sahabələrin içərisindən itib, bilinmir ki, harda vəfat edib radiyallahu anhu. Hədisin əsli belədir ki, Əbu Səmh rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmə xidmət edirdim və o yuyunmaq istədikdə, Peyğəmbər sallallahu aleyhi və səlləm yuyunmaq istədikdə mənə dedi ki, arxanı mənə çevir. Mən də dedi ki, arxamı ona çevirdim və paltarla onu örtürdüm. Onun yuyunması üçün paltarla deyir ki, arxamı ona çevirərək onu örtürdüm. Və deyir ki, Həsən və yaxud da Hüseyin radiyallahu anhuma onlardan ikisindən biri yəni gətirildi və o deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sinəsinə bövl etdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin sinəsinə bövl etdi və mən də gəldim ki, onu yuyum. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yuğsəlu min bəvlül cəriyyəti və yuraşşu min bəvlül guləm. Cariyənin sidiyi yuyulur, oğlan uşağının sidiyinə isə su tökülür. Oğlan uşağının sidiyinə isə su tökülür. Və şeyx buyurur ki, burada keçən əl-guləm, hədisdə keçən guləm balaca oğlan uşağıdır. Doğulandan həddi buluğa çatana qədər qəsd olunur. Və bundan sonra yuxarı yaşda olanlara da məcaz olaraq deyilir. Amma burada qəsd olunan südəmər zamanıdır. Yəni süd əmdiyi vaxtı balaca vaxtıdır. Yəni həmin vaxtda, həmin yaşda olarsa uşaq, oğlan uşağı o hər hansı bir yerə bövl edərsə, o yerə su tökmək kifayətdir. Çünki südəmər yaşı hardan götürüldü? Başqa hədisdə, Əli radiyallahu anh'ın hədisində gəlir ki, Tirmizdə gələn hədisdə Bövlül guləmür radi. Açıq aydın gəlir ki, südəmər oğlan uşağı. Südəmər oğlan uşağının bövlü. Əgər düşərsə, ora su tökülür. Və sonra hədisdə şeyx buyurur ki, dəlil vardır ki, oğlan uşağı ilə cariyənin və yaxud da qız uşağının arasında fərqin qoyulması. Bildirir ki, ikisində də su istifadə etmək vacibdir. İkisində də su istifadə etmək vacibdir. Amma fərq hardadır? Fərq suyun onda necə istifadə etmək, hansı formada təmizlənmək. Oğlan uşağının sidiyinə su tökmək kifayət edir. Yəni sidik olan yeri, yəni su tökürsən tam olaraq
bu kifayət edir. Yumaq, onu sıxmaq ehtiyac yoxdur. Başqa bir hədisdə Ummu Qeysin hədisində gəlmişdi ki, Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem su gətizdirdi və ora su çilədi, paltarına su çilədi və onu yumadı. Amma cariyə uşağın, qız uşağının sidiyi düşərsə, başqaları kimi o da yuyulmalıdır. Və sonra şeyx buyurur ki, "Enne hadal hukm ve huve nadhuhu ve rashuhu muqayyadun bima iza lam ya'kulut ta'am kama qayyadahu bihi rawi." Ve huve Qatada rahimehullah. Deyir ki, bu hökm yəni ora su çiləmək, su tökmək qeydləndir ki, əgər həmin uşaq yemək yeyən uşaq deyilsə, yəni yalnız süd əmirsə. Necə ki, ravi Qatada rahimehullah bunu qeyd etmişdir. Və Ummu Qeysin hədisində də gəlmişdir ki, ləm yəkulut ta'am, yemək yeməyən, yəni süd əmən, yalnız süd əmən uşaq nəzərdə tutulur. Və Müslimin ləfzində gəlmişdir ki, ləm yəbluğ ən yəkulut ta'am, yemək yemə yaşına çatmayıbsa. Mənası nədir? Ləm yəkulut ta'am, ey ləm yəkulut ta'am qutən ləhu li siğarihi və innəmə qutuhu əlləbən. Mənası odur ki, yəni o yaşdaydı ki, yemək, yəni süddən başqa şeylər yemək onun yeməyi deyil idi. Kiçik olduğuna görə, yəni onun yediyi şey yalnız süd idi. Yəni bu zaman, bu formada, yəni bu yaşda olan uşağın yəni sidiyi bu formada yuyulur. Yəni daha doğrusu oğlan uşağının sidiyinə bu formada su çilənir, su tökülür yalnız, amma qız uşağı isə başqa böyük insanlardan fərqlənmir, o da yuyulur, başqa insanların sidiyi yuyulduğu kimi. Yalnız fərq bir dənə oğlan uşağı, yəni süd əmən oğlan uşağının sidiyidir, onun üzərinə su çiləmək, yəni su tökmək kifayət edir. Su tökmək kifayət edir, yəni yuyub, sıxmağa, belə tam başqa paltarlar kimi, başqa nəcasət kimi təmizləməyə ehtiyac olmur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemin bu sözünə görə. İhlasla.com saytı tərəfindən təqdim olundu.